Aynura xanım, sosial xidmət mərkəzlərində göstərilən xidmətlərdən bir dəfədən çox istifadə etmək olmaz. Olar. Əlilliyi olan uşaq mərkəzin xidmətlərinə təkrar cəlb edilə bilər. Əlbəttə ki, bu növbəli sistem əsasında həyata keçirilir. Yəni, xidməti bitirdikdən sonra şəxs təkrar növbəyə alına bilər. Əlilliyi olan uşaqlar inkişaf edə bilməz. Xeyr, hər uşaq inkişaf edə bilər. Sadəcə bəzilərinə daha çox dəstək, vaxt və düzgün yanaşma lazımdır. Valideyn özü də uşağa kifayət qədər kömək edə bilər. Mütəxəssisə ehtiyac yoxdur. Valideyn uşağın inkişafında böyük rol oynayır. Amma mütəxəssis dəstəyi daha düzgün və tez nəticə verir. Həmçinin mütəxəssis valideynləri maarifləndirərək prosesin effektivliyini daha da artırır. Uşaq terapiyaya getmirsə, məcbur etmək olmaz. Olar, amma düzgün yanaşma ilə. Terapiya uşağa maraqlı formada təqdim olunmalıdır ki, həvəslə qoşula bilsin. Düzgün qurulmuş terapiya uşağa həm maraqlı, həm də faydalı olur. Düzgün yanaşma uşağı dəyişməyə məcbur etmək deyil. Onun inkişafı üçün təhlükəsiz, anlayışlı və dəstəkləyici mühit yaratmaqdan ibarətdir. Reabilitasiya qısa müddətdə nəticə vermirsə, dayandırmaq olar. Olmaz. Bu proses vaxt tələb edir və hər uşağın inkişaf tempi fərqlidir. Əsas olan sürət yox, davamlı irəliləyişdir. Autizmli uşaqların əl çırpmaq, yelləmək kimi hərəkətləri pis vərdişdir. Buna şərait yaratmaq olmaz. Əksinə, bu hərəkətlər uşağı sakitləşdirir. Yəni, o özünü rahatlatmaq üçün belə edir. Tam qadağan etmək əvəzinə səbəbini anlamağa çalışmaq daha doğrudur. Davranış problemi olan uşaq sadəcə ərköyündür. Çox zaman davranışın arxasında yorğunluq, ünsiyyət çətinliyi, qorxu və ya emosional yüklənmə olur. Uşaq davranışı ilə bizə nəsə deməyə çalışır. Uşaq danışmağa başlayanda artıq terapiyaya ehtiyac qalmır. Əslində nitqin yaranması inkişafın yalnız bir hissəsidir. Sosial ünsiyyət, diqqət, davranış və gündəlik bacarıqlar üzərində də işləmək vacibdir. Sosial xidmət mərkəzlərinə yalnız rəsmi əlilliyi olan uşaqlar qəbul edilir. Sosial xidmət mərkəzlərində rəsmi əlilliyi olan uşaqlarla yanaşı, eyni zamanda gözlə görülə bilən inkişaf ləngiməsi olan, erkən müdaxiləyə ehtiyac duyulan, müəyyən imtiyaza sahib olan uşaqlar, həmçinin çətin həyat şəraitində olan və ya çətin həyat şəraitindən düşmə riski olan şəxslər qəbul edilir. Təşəkkür edirəm Aynura xanım.